Geldiler kapını döydüler. 3-4 tane maşın, 15-20 nəfər kapını sındırırlar. Tez ol aç, açı. Geldi tökülüşdülər evə. Hərəsini bir dənə gizlatmışdı. Əli burasında nə gizlatıp. Xomeyninin şəkli ilə bir dənə qırmızı belə bayraq. Mən atamın rəhmətliyin şəklini yığmışam anamın. Xomeyni mənə lazım idi. Xomeyninin şəklini gətirib evdə döşəyin altına qoydular. Deyir bu çıxdı bunların evindən. Yanvarın 31-i Yaqubov Ümidvar Akif oğluna zəng gəlib. Əli var 31-in rəisi. Zəng eləyib ki, uşağa ümid var, gəl bura, səndən işimiz var. Çıxıb gedib, gedən kimi də uşağa deyib ki, Ümid, biz sən deyib ki, zakas eləyiblər səni. Biz səni deyir tutmalıyıq. 15 nəfərə kimi orada. Uşağa nə eləyirlər? Əsəbləşir, hirslanır, qışqırır uşaq. Xəstə uşaqdır da, asma bronxit. Nə zülümlər gətirirlər başına. Uşaq deyir, öldürün də məni 15-də. Məni heç nə boynuma götürən deyirəm. Deyir, bu nəşəni götür boynuma. Sən yaxşı oğlansan, Əli deyib. 31-in rəisi. Bu günə kimi 30 neçə dənə məhkəmə olub, uşağımın təqsiri, günahı olmadan heç kim nə sübut var, nə dəlil var, uşağımı belə saxlayıblar. Videolarımızı vaxtında izləmək üçün Baku Times şəbəkəsinə abunə olub bildirimləri açmağı unutmayın.